Salam. Quran-ı Kərim hansı ayda və hansı gündə indirilmişdir? Quranın özünün indirilməsi ilə bağlı açıqlaması nədən ibarətdir? Qovulmuş şeytandan Allaha sığınıram. And olsun açıq, aydın kitaba. Həqiqətən biz onu mübarək bir gecədə indirdik. Həqiqətən biz xəbərdar edənlərik. Duxan surəsi 3-cü ayə bizə deyir ki, Quran mübarək bir gecədə indirilmişdir. Bəs o gecə hansı gecədir və o gecə hansı ayın gecələridir? Biz bu mövzunu bilməkdən ötəri 97-ci surəyə, 97-ci surənin yəni Qədr surəsinə baxmalıyıq. Həqiqət budur ki, biz onu Qədr gecəsində indirdik. Qədr gecəsinin nə olduğunu sənə bildirən nədir? Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Mələklər və ruh onda Rəblərinin izni ilə hər bir iş üçün enərlər. Fəcr çıxışına qədər bir əsənlik, bir salamatlıq vardır. Bəli, həmin gecə nədir? Qədir gecəsidir. Qədr surəsinin demək 2-ci ayəsindən bildik. Demək, Quran Qədr gecəsi adlanan gecədə indirilmişdir. Nədən indirilmişdir? Buna da bir aydınlıq gətirmək lazımdır. Quranın görə bu barədə izahı nədir? Zuhruf surəsində Hamim açıq aydın kitaba and olsun. Həqiqətən biz onu bəlkə ağlınızı kullanarsınız deyə ərəbcə bir Quran etdik. Ağlınızı istifadə edərsiniz deyə biz onu deyir ərəbcə bir Quran etdik. Söhbət demək nədən gedir? Qurandan gedir. Şübhəsiz o bizim qatımızda olan ana kitabdır. Yəni o Quran ana kitabdadır. Çox ucadır, hökm və hikmət doludur. Demək, Zuhruf surəsinin 4-cü ayəsi bizə deyir ki, Quran ana kitabdan, Ummul kitabdan indirilmişdir. Ummul kitab haradadır? Allahın dərgahındadır. Yəni, Allahda olan bir kitabdır. Nə cür bir kitabdır? Dəriyə yazılıbmı? Kağıza yazılıbmı? Əlifbadan mı istifadə edilib? Hansı dildədir? Bilmirik. Bildiyimiz odur ki, ərəb dilində Quran açıq aydın kitab and olsun. Demək, o açıq aydın kitab Ummul kitabın özüdür. Açıq aydın kitab Ummul kitabdır və o açıq aydın kitab olan Ummul kitabdan ərəbcə Quran indirilmiş. Demək, biz buradan dəqiqləşdirdik ki, Quran açıq aydın olan Ummul kitabdan indirilib, ərəbcə indirilib. Nə vaxtı? Qədr gecəsində. Bəs hansı ayda indirilib? Bunu da bizə Bəqərə surəsində, demək, Bəqərə surəsi səhv eləmirəmsə 185-ci ayələr olmalıdır. 184-dən baxaq. Bu demək deyil. Bax bu ayə 185 düz demişəm. Qovulmuş şeytandan Allaha sığınıram. Ramazan ayı insanlar üçün hidayət olan və doğru yolu haqq ilə bildirən, doğru yolu bildirən, ayıran, yəni Furqan olan apacıq bəlgələri əhatə eləyən Quran onda indirilmişdir. Elə isə sizdən kim bu aya şahid olursa,
artıq onu tutsun, siyam etsin deyir. Nə vaxtı? Ramazan ayında. Kim Ramazan ayına şahid olsa siyamı tutsun. Kim xəstə ya da səfərdə olarsa tutmadığı günlərini sayısıca digər günlərdə tutsun. Allah sizə hasanlıq dilər. Çətinlik diləməz. Sayı tamamlamanızı, sizi doğru yola qovuşmanızı, Allah'ı böyük tanımanız üçündür. Ümid edilir ki şükür edersiniz. Nedir bu ayədə? Baxın, Ramazan ayında hidayət olan, doğru yol olan, yani doğru, daha doğrusu bunu demək ki, ərəbcəsində Furkandır. Yani hidayət və Furkan olan, bakın, hidayət və Furkan olan Kur'an Ramazan ayında indirilmişti. Demək, biz buradan dəqiqləşdiririk. Kur'an özündə bizim axtardığımız sualları belə cavab verir ki, Kur'an 1, Bəqərə surəsinin 185-ci ayəsinə görə Ramazan ayında indirilib. Ne olarak indirilib? Hidayət olarak, Furkan olarak. O bəziləri var, hidayəti gedib şeyxlərinin ətəklərində axtarırlar. Onun bunun ətəyində namaz qılır, deyir bu mən hidayət öndərimdir. Xeyr, hidayət Kur'andır. O yenə də bəziləri var, gedib risalət oxuyurlar ki, biz nəyi necə eləməyi öyrənək. Əslində isə o Kur'andır. Furkan, yani doğruyu yanlıştan, səhvi düzdən, ağı qaradan ayırmaq üçün indirilən Furkan Kur'andır. Demək, Ramazan ayında indirilib, nə olaraq indirilib? Hidayət olaraq, Furkan olaraq indirilib. Ramazan ayında, bəs hansı günündə? Qədir gecəsində. Mübarək gecədə indirilib. Duhan surəsinin ayəsinə görə, Duhan surəsində deyilir, Qədir surəsində isə nə deyilir? Həmin gecənin Qədir gecəsi olduğunu bilirik. Demək, Ramazan ayında mübarək bir gecədə, Qədir gecəsi adlanan bir gecədə Kur'an nazil olmuşdur. Eyni zamanda da Kur'an açıq aydın kitab olan Ummul Kitabdan indirilmiştir. Və Kur'an'ı kim indirmiştir? Kur'an'ı Bəqərə surəsinin 97-ci ayəsində və eyni zamanda da 16-cı surənin 102-ci ayələrini ələ aldıqda görürük ki, müqəddəs ruh indirib. Ummul Kitabdan müqəddəs ruh, Cəbrail, Ruhul Əmin indirib kimə? Allahın rəsul seçdiyi, rəsulların və nəbilərin sonuncusu olan 33-cü surənin 40-cı ayəsinə görə Həzrəti Məhəmməd Rəsul və Nəbiyə indirmişdir. Və Qədir gecəsində ruh və mələklər gəlir. Doğrusunu Allah bilir. Bu yöndə araşdırmalarımız davam edir. Öylədən Allahdır, ən böyük alim Allahdır. Rəbbimiz inşallah hamını, biz də onun içərisində olmaqla qəlbimizi İslama tam olaraq açar, bizi o İslam deyilən nura qovuşdurar və bizi öz qatından olan bir elmlə öyrədər, ayətlərin bizi açar. Ruh və mələklər, Qədir gecəsində mələklər Allahın əmrində olan bir ruhla enir. O Allahın əmrindən olan ruh Kur'anda tək mənada işlənir, mələklər və ruh. O ruh Allahu aləm Qədir gecəsində indirilən Allahın əmrindən olan ruh elə Kur'an-ı Kərimin özüdür. Buna da paralel ayət 42-ci surənin 52-ci ayəsidir ki, orada sənə əmrimizdən bir ruh vəh etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Onu da nur etdik. Buradan da bilirik ki, Kur'an, yani ana kitabdan, Ummul Kitabdan Ruhul Qudus vasitəsilə, Cəbrail vasitəsilə Məhəmməd Peyğəmbərə indirilən Kur'an və Kur'anın özü və ümumilikdə Kur'ana qədər bütün vəhilər ruhdur. Və eyni zamanda da o vəhy olan Kur'an nurdur. Və Qədir gecəsində mələklər Allahın əmrindən olan indirdikləri ruh Kur'an-ı Kərimin də özü olmuşdur. Allah'a emanet olun. Allah hamımızı iman edib salih əməl edənlərdən etsin. Salih əməllərimizin mükafatını çoxaltsın. Bizi müsəlman olaraq canımızı alsın. Qiyamət günü qəbirlərimizdən salih insanlar olaraq qaldırsın və salih insanların arasına qoşsun. Salamun aleyküm.